Dünyanın ən məşhur rəsmi Mona Lisa. Hər il milyonlarla insan onu seyr etmək üçün Louvre muzeyinə yollanır. 500-dən çox yaşı olan Mona Lisa'nın hələ də bütün dünyanın diqqətini cəlb etməsinə səbəb nədir? İntibah dövrünün universal dahisi hesab edilən Leonardo da Vinci Mona Lisa'nı 1503-cü ildə rəsm etməyə başlayıb və fərziyyələrə görə rəsm 1517-ci ildə bitib. 1797-ci ildən isə Louvre-da sərgilənir. 1911-ci ildə tablo muzeydən oğurlanır və bu oğurluq böyük səs-küyə səbəb olur. Axtarışların miqyası artdıqca məsələ bütün Avropanın diqqətini cəlb edir. Düz 2 ildən sonra Mona Lisa'nın tablosu tapılıb muzeyə qaytarılır. Məlum olur ki, rəsm əvvəllər Louvre-da çalışmış Vincenzo Ferruccio tərəfindən satmaq məqsədi ilə oğurlanıb. Məhz bu oğurluq Mona Lisa'nı bütün dünyada məşhur edir. Muzeyə geri qaytarılandan sonra ilk 2 gün ərzində tabloya baxmaq üçün 120 min insan Louvre-a gəlir. İllər ötdükcə onun barəsində aparılan müzakirələr artmağa başlayır. Bəs görəsən öz yaradıcılığında elm və sənəti birləşdirən Leonardo da Vinci bu rəsmi çəkərkən hansı texnikalardan istifadə etmişdi? Fərziyyələr müxtəlifdir. Belə ki, deyilənlərə görə o bu rəsmi çəkərkən piramida formasından istifadə edib. Bu piramidanın ən üst hissəsi isə Mona Lisa'nın simasıdır. Elə rəsmə baxdıqda da ilk olaraq onun üz ifadəsi diqqəti cəlb edir. Ən maraqlı məqam isə Da Vinci'nin bu rəsmi dəqiq konturlarla çəkməsidir. Belə ki, tablonu həm üçbucaq, həm dördbucaq, həm də dairəvi hissələrə ayırmaq mümkündür. Bəlkə də rəsmi bu qədər cəlb edici edən onun belə dəqiq konturlarla çəkilməsi idi. Başqa bir fərziyyəyə görə Da Vinci Mona Lisa'nın gülümsəməsinə illüziya qatmışdı və burada gizli məqamlar çox idi. İndiyədək Da Vinci'nin bu sirləri insanlar üçün tapmaca olaraq qalmaqdadır. Bəs əslində Mona Lisa'nı bütün dünyada məşhur edən nə idi? Orada gizlənən Da Vinci sirləri, yoxsa sadəcə tablonun muzeydən oğurlanması? Nigar Abbasova, 525-ci kanal.